6 il bundan öncə əlimdə kassa aparatı, gülər üzlə müştərilərimizi yola salmağa başladım. O vaxtı çoxu deyirdi ki, Fariz, bura müvəqqəti yerdir, özünə başqa iş bax. Amma mən fərqli düşünürdüm. Çünki burada ədalətli bir sistemin olduğunu, zəhmətin yerdə qalmayacağını görürdüm. Elə ilk gündən təşəbbüskarlıq göstərib hər çətinliyi bir öyrənmə fürsətinə çevirdim. Bu baxış bucağı real gücə çevirən isə Araz Akademiyası oldu. Akademiya mənim üçün sadəcə bir tədris mərkəzi deyil, bir kassirin daxilindəki lideri üzə çıxaran, arzuları hədəfə çevirən ən böyük yüksəliş platforması idi. Düzünü desəm təkcə istəməklə olmur. Mən istəməyin yanında dayanmadan çalışmağı və akademiyanın mənə qazandırdığı peşəkar baxışı əlavə etdim. Yalan deyərəm desəm ki, hər şey asan idi. Amma akademiyanın proqramları sayəsində o çətinlikləri addım-addım necə aşacağımı, prosesi necə idarə edəcəyimi öyrəndim. Orada anladım ki, əsl uğur fərdi deyil, birlik və bütünlük içində hərəkət etməkdədir. Akademiyada mənə ən çox təsir edən nə oldu bilirsiniz? Burada bizə mağaza müdürlüyü deyil, liderliyi öyrətdilər. İnsanı anlamağı, komandanın bir yumruq kimi birləşdirməyi, bədən dilinin sirrini. Sən demə bir işçini motivasiya etmək, müştəri ilə dil tapmaq elə bir elmi iş imiş. Praktikada bildiyim hər şeyi akademiya sanki puzzle hissələri kimi yerli yerinə oturtdu. Məsuliyyət hissinin sadəcə işi görmək deyil, o işin arxasındakı insanlara və gələcəyə sahib çıxmaq olduğunu dərk etdim. Və nəticə 19 iyul 2025. Həmin gün Neapol 2 mağazasının müdür təyin olunanda anladım ki, o kassada çəkdiyim zəhmətin hər dəqiqəsi dəyərli imiş. Akademiya mənə o diplomu verəndə əslində gələcəyimin açarını təqdim etdi. Mən bura kənardan gəlməmişəm. Məhz buradan, kassanın arxasından yüksəlmişəm. Deməli, ədalətə inansan və təşəbbüskar olsan, hər şey mümkündür. Yetər ki, öyrənməkdən əl çəkməyəsən.